Hər kəsə salam, mini vloguma xoş gəlmisiniz. Gedirik bağda çırpı təmizləməyə. Şərəşlərimi qoydum maşına, özümlə keçdim, oturdum. Kəndimizin gözəl yolları ilə, dərəli təpəli yolları ilə baxa-baxa gedirik bağımıza. Qəşəng günəş var idi, isti var idi. Uzun vlog çəkmədim, çünki keçən vlogumda da elə ancaq bu işləri görürdüm. Ona görə bir də uzun vlog çəkmək istəmədim. Yəni istəsəniz keçid edib vlogumda baxa bilərsiniz. Çırpı toplayıram. Bağımızın yüksək güvənlikli qapısını da örtüb gedib çatdıq bağımıza. Hava isti olduğuna görə özümlə kurtka da gətirmişdim, amma kurtkaya təbii ki ehtiyac olmadı, qoydum ora. Dostlarım da oradaydı, inəklər həmişəki kimi. Dostlarım da deyirəm, yəni ətrafımda gəzirlər, ona görə durmadan. Burada da səs yazıram, oğlumu yatdırıram, imkan vermir, sakit dayanmır ki, normal səs yaza bilim. Beləcə çurçuluğu yerdən topladım, böyüklü, balacalı hamısını. Topalarla yığdım. Yoldaşım deyir ki, elə bunları dəstələyirsən ki, elə bir göyərti dəstələyirsən. Amma belə olanda məncə yığışdırıb aparmaq, daşımaq da rahat olar. İşimizi qutarandan sonra gedirik. Yenə də bunlar burada mənim yanımdadılar. Nə qədər iş görürəm, mənim yanımdan əl çəkmirlər. Bunlarla sağollaşıb gedib oturdum maşında. Qabaqda əmək alətlərimizdən yer olmadığına görə arxaya keçdim. Özümlə də əl kremimlə dodaq nəmləndiricimi götürmüşdüm ki, orada dodaqlarım tez-tez quruyur, istifadə eləyərəm. Bir də əllərimə gələndə vuraram. Bu qədər. Bu da kəndimizin yolları. Hələlik.